Salam müəllimlər və müəllim olmaq istəyənlər. Mən Kurkurum təlimçisi Xalidə Bəzadə. Bugün sizlər üçün yeni bir mövzunun izahını verəcəm. İzaha keçmədən öncə nəzərinizə çatdırım ki, ödənişli dərslərimizə qoşulmaq üçün əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Dərslər həftədə 3 dəfə olmaqla Google Meet platforması üzərindən təşkil olunur. Qrupda maksimum 10 müəllim olur. Hər kəsi fərdi yanaşılır, qabaqcadan mövzu izahları sizə göndərilir, dərs zamanı geniş sual-cavab olunur və qəbul tipli testlər, sınaqlar işlənilir. Ən əsası da ödəniş hər kəsin bütçəsinə uyğun olaraq təşkil olunur. İndi isə mövzumuza keçək. Mövzumuz şagird davranışının idarə olması ilə bağlı nəzəriyyələrdən ibarətdir. Behaviorizm və operant şərtlənmə nəzəriyyəsi. Deməli, şagird davranışının idarə olması ilə bağlı bir çox nəzəriyyələr var. Onlardan biri də behaviorizm nəzəriyyəsidir. Behaviorizm nəzəriyyəsi 20-ci əsrdə Watson tərəfindən əsası qoyulmuş bir nəzəriyyədir. Watsondan sonra da deməli Pavlov, Skinner, Bandura, Trondike kimi tədqiqatçılar da bu nəzəriyyənin formalaşmasında onların da rolu böyükdür. Bu nəzəriyyədə söhbət nədən gedir? Deməli, behaviorizm nəzəriyyəsinə görə insan kənardan idarə oluna bilən bir varlıqdır. Bu nə deməkdir müəllimlər? Deməli, biz istəsək insanda həm arzu olunan, yəni sevdiyimiz, həm də arzu olunmayan, sevmədiyimiz davranışları formalaşdıra bilərik. İndi qarşınıza arzu olunan, arzu olunmayan sözlər tez-tez çıxacaq. Arzu olunan, yəni sevdiyimiz, arzu olunmayan isə sevmədiyimiz davranışları biz insanlarda formalaşdıra bilərik. Hətta Watson deyirdi ki, mənə bir neçə sağlam uşaq verin və onları yetişdirmə imkanı verin. Mən onları istər irsi xüsusiyyətlərindən, maraqlarından, istedadlarından aslı olmayaraq öz istədiyim kimi formalaşdıra bilərəm. Həkim olsun, müəllim olsun, rəssam olsun, hüquqşünas olsun, hətta dilənçi kimi belə yetişdirə biləcəyimə sizə zəmanət verirəm. Bu da Watsonun fikirləri idi. Behaviorizm nəzəriyyəsinin ən məşhur nümayəndələrindən biri də Skinner olmuşdu. Onun da yazılarında eynən belə əks olunmuşdu. Skinner də düşünürdü ki, davranış mənfi və müsbət nəticələrdən, yəni davranış gücləndiricilərindən asılı olaraq təkrarlana bilər, dəyişə bilər. Və şərti reflekslərə əsaslanan ən məşhur nəzəriyyə də Skinnerin operant şərtlənmə nəzəriyyəsidir. Adına fikir verin müəllimlər. Operant şərtlənmə. Bu nə deməkdir? Yəni şərtləri dəyişərək davranışı da dəyişmək olar. Misal üçün deyək ki, övladımızın dərslərində gerilədiyini müşahidə edirik. Buna cəza olaraq onun telefonunu əlindən alırıq. Yəni şərtləri dəyişirik burada. Daha sonra övladımız daha məsuliyyətli olacaq ki, dərslərimdə daha irəliləyiş əldə edeyim ki, telefon mənə versinlər misal üçün. Və daha məsuliyyətli olmuş olacaq. Burada neynədik? Şərtləri dəyişdik. Və yaxud deyək ki, övladımız dərslərində çoxlu nailiyyətlər əldə edir, uğurlar qazanır. Biz onu mükafatlandırırıq. Deyək ki, ona telefon alırıq, planşet alırıq. Və bunu görən təbii ki, övladımız neynir? Daha da çox çalışır. Mükafat əldə edəcəyi üçün, təriflənəcəyi üçün daha çox çalışmış olur. Burada da fikir veririk ki, şərtləri dəyişməklə davranışı dəyişmək mümkündür. Operant şərtlənmə nəzəriyyəsində də söhbət elə bundan gedir. Burada mükafatlandırma və cəzalandırma var. Mükafatlandırma həmçinin gücləndirmə də adlanır. Testlərdə qarşınıza mükafatlandırma da çıxa bilər, gücləndirmə də çıxa bilər. Ona görə çalışmayın, eyni anlayışdır. Deməli, burada mükafatlandırma, yəni gücləndirmə həm pozitiv, həm də negativ olur. Negativ gücləndirmədən ibarət olur. Pozitiv və negativ gücləndirmədən ibarət olur. Pozitiv gücləndirmə deyəndə burada cədvələ də fikir verərsiniz müəllimlər.
Deməli, pozitiv gücləndirmə deyəndə biz arzu olunan, yəni sevdiyimiz, istədiyimiz bir davranışı gücləndirmək üçün nə isə əlavə edirik. Əlavə etmək var. Deməli, pozitiv gücləndiricidə nə isə biz əlavə edirik. Misal üçün deyək ki, tapşırıqları məsuliyyətlə yerinə yetirən şagirdi tərifləyirik. Və ya arzu olunan şagirdin davranışını xoşumuz gəlir, onun davranışından razıyıq. Həmin şagirdin valideyninə təşəkkür mesajı, pozitiv məzmunlu bir mesaj göndəririk, deyək. Və yaxud deyək ki, yarım ilin sonudur. Şagirdin nailiyyətlərinə, uğurlarından razı qaldığımız üçün həmin şagirdə sertifikat veririk və ya təşəkkürnamə veririk. Bunların da hər biri deməli aiddir nəyə? Pozitiv gücləndiriciyə. Biz nə isə əlavə elədik. Deməli, arzu olunan davranışı, sevdiyimiz, görmək istədiyimiz davranışı gücləndirmək üçün nələri isə burada biz nə elədik? Əlavə elədik. Yadınızda qalsın. Pozitiv gücləndiricidən əlavə etdik. İndi isə negativ gücləndiriciyə baxaq. Deməli, burada arzu olunan davranışı gücləndirmək üçün biz nələrisə burada güzəştə gedirik, çıxardırıq. Aradan qaldırırıq negativ gücləndiricidən. Burada deməli, misal üçün deyək ki, şagird tapşırıqları vaxtında yerinə yetirib, ona əlavə tapşırıqlardan azad edirik. Fikir verdiniz, azad etdiyi burada şagirdin. İl ərzində deyək ki, akademik nailiyyətləri yüksək olub şagirdimizin, uğurlar əldə edib, həmin şagirdi yay tapşırıqlarından azad edirik. Baxın, yenə də azad etdik. Və ya davranışını sevdiyimiz, razı qaldığımız şagirdi sevmədiyi tədbirlərdən azad edirik. Yəni, xoşu gəlmir bu tədbirdən, iştirak eləmək istəmir, oradan azad etdik. Burada da fikir verdik, nə isə çıxardıq, aradan qaldırdıq. Bu da demək olar ki, oldu nə? Negativ gücləndirici. Həm yadınızda qalsın pozitiv gücləndiricidə, həm negativ gücləndiricidə şagirdlər burada sevinir. Şagirdlərin deməli xoşuna gəlir, üzləri gülür burada. Gücləndiricidən söhbət gedir. Çünki gücləndiricidir axı. Amma cəzalandırmada tam əksi. İndi isə cəzalandırma haqqında sizə məlumat verim. Deməli, burada arzu olunmayan, yəni olmağını istəmədiyimiz, sevmədiyimiz, görmək istəmədiyimiz bir davranışı azaltmaq istəyiriksə, bura nə isə əlavə edirik. Yadınızda qalsın, pozitivlərdə əlavə etmək var, negativlərdə çıxarmaq var. Bu yadınızda qalsın müəllimlər. Burada isə nə isə əlavə edirik. Baxaq indi nəyə əlavə edirik? Şagird davamlı olaraq dərsə gecikir. Biz nə edirik? Davamlı olaraq gecikirsə, artıq onun valideyninə zəng edirik. Və ya ev tapşırığını vaxtında təhvil verməyən şagirdi dərsdən sonra saxlayırıq, ev tapşırığını ona yazdırırıq. Burada nə elədik? Əlavə tapşırıq, demək əlavə etdik də burada. Bu da olur nə? Pozitiv cəzalandırma. Və ya sinif qaydalarına əməl etməyən şagirdi saxlayırıq tənəffüsdə, qaydaları ona yenidən oxutdururuq. Fikir verdik, əlavələr etdik. Bunlar da oldu nə? Pozitiv cəzalandırma. Pozitiv cəzalandırmada ümumiyyətlə müəllimlər, yadınızda qalsın ki, şagirdə biz əlavə yük veririk. Əlavə test veririk, tapşırıq veririk, çalışma veririk. Yəni əlavə olaraq onu yüklə bir növ cəzalandırırıq. Əlavə yük veririk. Misal üçün danlamaq da bura aiddir şagirdə. Şagird ev tapşırığını yazmayıb, şagirdə danlayırıq. Bu da pozitiv cəzalandırmaya aiddir. İndi isə negativ cəzalandırmaya baxaq. Deməli, negativ cəzalandırmada arzu olunmayan, yəni sevmədiyimiz, görmək istəmədiyimiz bir davranış varsa, burada biz nə isə oradan çıxardırıq. Güzəştə gedirik, çıxarmaq var. Dedim axı, yadınızda qalsın, negativlərdə çıxarma var, aradan qaldırma var. Çıxardıq. Misal üçün nümunə göstərək. Şagird davranış qaydalarına əməl etməyib, həmin şagirdi tənəffüsə çıxmağa icazə vermirik. Onun tənəffüs hüququnu, tənəffüsə çıxmaq haqqını əlindən aldıq. Baxın, aradan qaldırdıq. Onu nədənsə məhrum elədik. Negativ cəzalandırmada məhrum etmək var. Sevdiyi bir şey əlindən almaq var. Və yaxud sinif yoldaşları ilə yola getməyən bir dənə şagird var.
Biz də gəzintiyə getməliyik, onu o gəzintidən məhrum edirik. Yola getmir, hər dəfə söz-söhbət yaradır, davadalaş yaradır. O şagirdi gəzintiyə aparmırıq. Məhrum elədik. Sevdiyi bir şeydən məhrum elədik. Bu da negativ cəzalandırmaya aiddir. Və yaxud deyək ki, tapşırıqları vaxtında yerinə yetirməyən şagirddir, amma sosial tədbirlərə maraqlıdır. Onu sosial tədbirlərə cəlb eləmirik. Onun o istəyini onun əlindən alırıq. Bu da olur nə? Negativ cəzalandırma. Deməli, fikir verdinizsə müəllimlər, şagirdi sevdiyi şeyləri etməkdən məhrum elədik, onu sevdiyi işləri əlindən aldıqsa, bu olur nə? Negativ cəzalandırma. Amma pozitiv cəzalandırmada isə əlavə yük qoyuruq da elə bir boynuna. Əlavə test veririk, tapşırıq veririk, çalışma veririk və yaxud da davranış qaydalarına əməl etməyibsə ona yenidən davranış qaydalarını xatırladırıq. Ona görə bunları bir-birinə qarışdırmayın. Deməli, negativ cəzalandırmada biz məhrum etdik. Ümumiyyətlə yadınızda qalsın. Pozitivlə gücləndiricidə də, pozitiv cəzalandırmada da əlavə etmək var. Amma negativ gücləndiricidə də, negativ cəzalandırmada da çıxarmaq var, əlavə etmək var. Üzr istəyirəm. Çıxarmaq var, aradan qaldırmaq var. Bunları bir-birinə qarışdırmayın. Bugünkü izahımız da bu qədər müəllimlər. Ümid edirəm ki, mövzu izahım sizin üçün faydalı oldu. Faydalı olduysa, şərh bölməsində öz fikirlərinizi bildirməyi unutmayın. Sağ olun müəllimlər, özünüzə yaxşı baxın.